Salam, hər vaxtınız xeyir olsun. Hörmətli dostlar, doğma Qubadlılar, əziz Dondarlı cəmaəti. Bu günlərdə biz Dondarlı ictimaiyyətinin dəstəyi ilə doğma kəndimizdə yurdun təməli adlı bisetka tikərək kənd cəmaətinin və doğma kəndimizə gələcək qonaqların istifadəsinə verdik. 2 ay əvvəl də işğal dövründə də Dondarlıya gələn Hamam Arxa adlı arxı hansısa bəzi səbəblərdən kəndə gəlmirdi. O suyu da çox çətinliklə olsa da kəndimizə gətirdik. Görüntülərdə də görürsünüz, çox mənzərəli və gözəl bir yerdir. Yayın istisində bu yerdə çox sərin və yaşıl olur. Onu da əlavə edim ki, bu su insan sağlamlığı üçün çox mineralları olan şəfalı bulaqlardan süzülüb gələn Ağa çayının suyudur. Əziz Dondarlılar, hörmətli kəndimizə gələcək qonaqlar, gəlin kəndimizin təbiəti və erməni vandallarının xarabalığa çevirdiyi kəndimizi öz gözlərinizlə görün və paylaşın. Gətirdiyimiz bu su, düzəltdiyimiz bisetka şəhidlərimizin və bu işdə fiziki, mənəvi, maddi dəstəyi olan hər kəsin ölənlərinin ehsanı olsun. Dondarlı kəndi çox qədim kənddir, çox mülayim insanları var, qonağa, qaraya qarşı da çox diqqətli cəmaatdır. Kəndimizin uzun illər ətraf kəndlərin mərkəzi hesab olunub. Dondarlı kəndi Qubadlıda ikinci ən böyük kənddir. Qubadlıda az saylı böyük qədim məscidlər var ki, onlardan biri də Dondarlı kəndindədir. Gələcək nəsillərə yadigar qalacaq yeganə bina da ermənilər tərəfindən yarı uçurulmuş məscid ola bilər, başqa heç nə. Bir vaxtlar bu kəndin toylu-büsatlı, axarlı-baxarlı günləri var idi. Bu kəndin toylu-büsatlı edən insanların çoxu doğma torpaqlardan uzaqda el-oba həsrəti ilə dünyalarını dəyişsələr də, bu yurdu yaşadacaq orta və gənc nəsil var, şükür Allaha. Dondarlı kənd cəmaatı, kəndimizə gəlin,